Rudin Bişop uşaq ədəbiyyatı dünyasına ilk dəfə multikultural və inklüzivlik anlayışını yanaşma kimi gətirən müəlliflərdən ən əsaslarından biri sayılır. O bu məqalədə yazdı ki, bir uşaq ədəbiyyatı nümunəsini oxuyanda uşaq əvvəlcə orada bir güzgü görməlidir. Baxıb görməlidir ki, hə, orada özünə oxşayan bir uşaq var. O uşaq oradakı dil onun öz ana dilidir. Onun ailəsinə bənzər bir ailə quruluşu var orada. Bu güzgüdür. Hə, deməlidir ki, hə, bu eynidir. Sonra deyir, mətnin müəyyən hissəsindən sonra bu güzgü çevrilib olmalıdır pəncərə. O pəncərədə görməlidir ki, onun kimi olmayanlar da var çöldə. Başqa bir ailə quruluşunda, başqa bir xüsusiyyətdə böyümüş. Yəni özgəsini də tanımalıdır. Sonra həmin o pəncərə olmalıdır, çevrilməlidir mətnin müəyyən hissəsindən sonra sürgülü şüşə bir qapıya. Uşaq o qapını açıb, keçib o tərəfdə özü kimi olmayanlarla dostlaşmalıdır, empatiya qurmalıdır, onları tanımalıdır və beləliklə birgə yaşayışın belə bir necə deyirlər, gözəl modeli alınmalıdır. Buna ən yaxşı nümunə yəqin ki, biz Rachel Palacios'un bir Möcüzə adlı uşaq ədəbiyyatı romanı var, kitabı var. Orada Avqust adında belə anadan gəlmə üzündə genetik xəstəliyi olan bir uşaq var. Onun belə deyək ki, həyata necə adaptasiya olunmağından bəhs olunur, qısaca desək. Və orada məsələn nədir? Yəni əgər bir uşaq götürüb açsa bu kitabı, görəcək ki, üzündə genetik qüsur olan, fiziki qüsur olan bir dənə, deməli Avqust adında uşaq var. Özü fiziki qüsurlu olan uşaq baxacaq ki, özü kimi bir adam var. Sağlam uşaq baxacaq ki, özgəsi kimi bir şey, pəncərədən baxacaq. Və nəhayət, yəni bu metodlar vasitəsilə onlar fiziki qüsuru olan, başqa etnik qrupdan olan, başqa coğrafiyalarda yaşamış, ayrı mentalitetlə yaşamış, yəni inklüzivlik anlayışı və multikulturalizm anlayışı Bishopun bu nəzəriyyəsi ilə bizim artıq həyatımıza tətbiq olunur və bu gün belə deyək, yaxşı müəllimlər siniflərdə bu metoddan istifadə edirlər.